Oyunla bağlı deyə bilərəm ki, iki dənə fərqli hissə alındı. Birinci hissəyə görə aşağılara minnətdaram. Oradan da konsentrasiya çox yüksək idi və Portuqaliya dominantlıq edirdi, amma belə laf dərəcəli momentlər oldu. İkinci hissədə təəssüf ki, biraz konsentrasiyanı itirdik və şimdi rahatlaşdıq bir balaca və bizim ən böyük problemimiz standart vəziyyətlər. 3 dənə gol standart vəziyyətdən sonra buraxdıq. Birinci hissə okey. Oyunculara təşəkkür, minnətdaram. İkinci hissədə konsentrasiyanı itirdik, bu ikinci hissəni təhlil edib nəticəni çıxardaraq. Portuqaliyada millimiz yaxşı oynamışdı, yoxsa evdə? Yaxşı uduzursansa, yaxşı oynamaq məncə düzgündür. Uduzmuşdursa, deməli pis oynamışıq. 6 ay bundan əvvəl 5-0 uduzmuşdu millimiz, o 21. Ən istedadlı gənclərdən olan futbolçular bu dəfə bir top daha az fərqlə uddu. Yəni bu bir inkişafdır, yoxsa ümumiyyətlə bir işıq görürsünüz ümumiyyətlə hazırki vəziyyətdə, gedişatda? Sualı başa düşmədim. Hətta əvvəl 5-0 olmuş. 5-0 uduzmuşdu, indi bir top daha az buraxmış. Yəni bu bir tərəqqidir, inkişafdır, yoxsa Negativ inkişaf olmur. Həmin ikisi də hesab açılmadı və daha sonradan Real komanda qollar vurmağa başladı. Bunu nə ilə əlaqə edə bilərdiniz? İlk növbədə əlbəttə bu intensivliklə bağlıdır. Çünki təsəvvür edeyim, bir həftə bundan qabaq bəzi oyuncular dubl çempionatda, birinci liqada və bugün çempion liqada oynayan oyunculara qarşı oynadılar. Yəni bu tempa uyğun adaptasiya almaq biraz çətindir. Ona görə gücümüz birinci hissəyə yetərli oldu. Okey, ikinci hissədə artıq məncə hardasa intensivlik baxımından rəqib daha üstündür. Yığmaya cəlb olunan futbolçulardan daha artığını gözləyirdiniz bugünkü qarşılaşmada? Yığmaya cəlb olunan futbolçulardan bugün daha artığını gözləyirdiniz? Daha artığını əlbəttə biz hazırlaşırdıq. Biz taktiki baxımdan hazır idik və fiziki baxımdan nə qədər optimal vəziyyətə çatdıra bilərdik oyuncuları, o qədər də yaxşı vəziyyətdə. Sadəcə bu yetərli olmadı. Rəqib baş məşqçi hava şəraitinə oyunlarına təsir etmədiyini vurğuladı. Siz necə düşünürsünüz? Yəni aramsız yarış 90 dəqiqə davam edir. Məncə də okey. Yəni hava şəraiti eynidir. Rəqibə bizə. Yəni sual verim. Birinci hissədəki oyundan razı qaldığınızı bildirdiniz. Amma yəni hansısa bir kəsər görmədik. İkinci hissədə olduğu kimi birinci hissədə. Yəni bu məqam sizi narahat eləmir ki? Necə, nə görmək? Birinci hissədə komanda full müdafiədə oldu, ikinci hissədə olduğu kimi. Yəni hücum baxımından yəni diş göstərə bilmədik. Bu razı qaldığımız deyil, yəqin onda müdafiə baxımından deyil. Çünki hücumda ümumiyyətlə heç görünmədi komanda. Sən gol buraxmırsansa, onu 0-0 tutarır və bir xal qazanırsan. Rəşad bəy, səfərə yollanırsınız, qısa müddət var. Nə gözləyək yığmadan? İlk növbədə nəyə diqqət yetirəcəksiniz ki, nəticə qazanır? Bugün biz səhv edəcəyik bu oyunu təhlil etmək üçün və analiz edəcəyik, nə yaxşılaşdıra bilərik, nələr pis idi və sabahdan etibarən başlayacağıq hazırlaşmağa baxaq. Orada nəticə olaraq ən azı bir xal qazanmaq, yoxsa yəni potensial nəyə imkan verir sizcə? Rəqiblə müqayisədə, hər halda Portuqaliya deyil. Açığı belə şeylər çox da xoşlanmıram. Biz udmalıyıq və yaxud uduzmalıyıq və heç şey olmalıdır. Bizim işimiz maksimum hazırlamaq komandanı. Və biz əlbəttə ki, hər oyunda inanırıq oyunculara və gözləyirik yaxşı pozitiv nəticə.